Kosova xəritəyə uzaqdan baxıldıqda hardasa heç bir yerdə tapmaq olmur. Amma Balkanlar Yarımadasına diqqətlicə baxdıqda Serbiyanın sol altında Kosova hökumətini görə bilərik və paytaxtı Priştiyana olaraq bilinmişdir. Xəritədə Kosovanı tanıyan ölkələr görürsünüz. Hətta diqqətlicə yaxınlaşdıqda Azərbaycanın belə Kosovanı tanımadığını görürük. Bunun onsuz da tanımadığını deyəndə, yəni onsuz da dövlətdə 10 milyon insan varsa, onun tutalım 4 milyonu bir uşaq, 60-50 yaş üstü olaraq götürsək, qalır yerdə 6 milyon insan. İndi bunun 3 milyonu, 2 milyonu ölkələrə bilmir. Sadəcə qısaca yerdə 3 milyon insan qalır. İndi tutalım ki, bunların içində coğrafiya bilən var, bilməyən var. Eləsi bir-ikini ancaq Rusiya, Çin bilir. Yəni belə götürəndə tanımır deyəndə mən buna çox ilişmirəm. Onsuz da dünyada 8 milyar insan varsa, bunun 6 milyarı, 5 milyarı Kosovanı tanıyır da, futbola baxan tanıyır. Nə bilim, coğrafiya heç olmasa ümumiyyətlə məktəbdə keçəndə belə görsənilir də, yəni o da. Bu Kosova da tanınır. İndi isə gəlin Kosovanın tarixinə qısa bir göz ataq. Belə həyəcanlı yerdə kəsib Kosovanın tarixini danışmağa başlayaq. 1389-cu ildə 1-ci Kosova döyüşü başlamışdır və burada Osmanlı Kosova arasında döyüş keçmişdir. Bu döyüşdə padşahlıq edən 1-ci Murad Paşa olmuşdur. O, bu döyüşdən sonra qazanan tərəf Osmanlı olmuşdur və Kosova 1-ci Murad bünyəsinə keçmişdir. Osmanlı idarəçiliyində Kosova 5 əsir qalmışdır. Amma 1878-ci ildə Osmanlının artıq iç işləri qarışmağa başlamışdır və bu müddətlərdə Rus-Osmanlı müharibəsi də başlamışdır. Burada Kosova və Serbiya artıq yüksək iddialar sürməyə başlamışdır. 5 əsrdən də çox, 6-7 əsr hətta deyirlər ki, Osmanlı imperiyası altında qalmışdır. Osmanlı imperiyasının nəzarətində altında qalan 1912-ci ildə 1-ci Balkan döyüşündə Serbiya ilhaq edilmişdir. Bunun içində Kosova da ilhaq edilmişdir. 2-ci Dünya müharibəsində hamımızın da bildiyi kimi Yugoslaviya imperiyası qurulmuşdur. Bu Yugoslaviya imperiyasında içində 7-8 dövlət barındırmışdır. Sonra isə Kosova Yugoslaviyaya bağlı bir əyalət idi, bir yəni yer idi, yerləşkə idi. Amma 7 aprel 1963-cü ildə Yugoslaviya Federasiyası dağılmağa başlamışdır. 1992-ci ildən etibarən artıq Yugoslaviya parçalanmağa daha çox başlamışdır. İç işlər daha çox qarışmağa başlamışdır. Əvvəlcə Sloveniya. Əslində qalsa Sloveniyanın burada özünü daha da yüksəklərə daşıması, yəni buradan bağımsız olmasının səbəbi Yugoslaviyanın da kişi başına düşən gəliri Sloveniya bunun 2 qatıda isə, Kosovada isə 20% idi. Yəni Kosova bunlardan çölə çıxa bilmirdi. Müstəqilliyini qazana bilmirdi. Neçə dəfə öz müstəqilliyini qazanmaq istəsə də qazana bilməmişdi. Sonra Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Hersegovina başlamışdır özünü eləməyə. Amma burada Serbiya ilə Makedoniya bir qalmışdır. Serbiya, Makedoniya, Kosova yəni bir olmuşdur. Amma bir müddətdən sonra isə 2003-cü ildə Yugoslaviyanın içində Serbiya və Çernoqi olaraq dəyişdirilir, yəni Yugoslaviyanın adı. Ancaq parçalanmalar burada dayanmır və davam eləyir. Belə ki 2006-cı ilin mayın 21-də referendum keçirirlər və Makedoniya krallığı Serbiyadan ayrılmışdır. Özünüz də bilirsiniz. Və artıq bundan sonra isə parçalanmalar hələ də dayanmır və Serbiya Kosovadan artıq ayrılmağı bacara bilir, özü müstəqil olmağı bacara bilir. Bilirsiniz ki, dünyada ancaq 101 dövlət, yəni Kosovanı tanıyır. Dediyim kimi bir vaxtda tanınmağı başa salmışam da. Bəli dostlar, bu gün video gəlmədi, çünki Kosova oynayacaqdım və bundan əvvəl onun tarixini çəkmək istədim. Bilirəm, videoda elədiyim çox səhvlər oldu, video çox amatörcə oldu, amma bağışlayın, burada indidən də üzr istəyirəm və sabah video gələcək, narahat olmayın. Buradan da spoiler verirəm, Kosova olacaq.